Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Alballıq bağları ərazisində yağışlardan sonra qeyri-adi hadisə müşahidə olunub. Ərazidə minlərlə yeni balaca qurbağa peyda olub. Oxşar hadisə Bakı ətrafı ərazilərin bir çoxlarında müşahidə olunub. Sakinlərin iddiasına əsasən, son günlər yağan intensiv yağışlar və rütubətin artması qurbağaların kütləvi şəkildə yumurtadan çıxmasına şərait yarada bilər. Nəticədə bağ sahələrində, yolların kənarında və həyətlərdə çoxlu sayda xırda qurbağalara rast gəlinir. Qeyd edək ki, bu hal təbiət üçün qeyri-adi hesab edilmir. Qurbağalar yaz və yay aylarında, xüsusilə də güclü yağışlardan sonra kütləvi şəkildə çoxala bilir. Yağış suları onların inkişafı üçün əlverişli mühit yaratdığına görə belə mənzərələr zaman-zaman müşahidə olunur.